2 gün maqnit qasırğası olacaq, hansı tarixlərdir? Diqqətinizə çatdırıram və xüsusilə xroniki xəstəlikləri, təzyiq, ürək, qan damar, bax bu kimi xəstəlikləri olan şəxslər diqqətli olsunlar. Bu havalarda elə də zərurət olmadığı halda, necə deyirlər, açıq havaya çıxmaq o qədər də tövsiyə olunmur. Və Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika Kafedrası məlumat yayıb, qeyd olunub ki, əvvəlki alışmaların tarixçəsinə və günəş səthinə dəyişən aktiv oblastların potensialına əsasən 8-10 dekabr tarixlərində deməli, mülayim, orta və güclü alışmaların baş verəcəyi ehtimal olunur. Həmçinin bildirilib ki, hazırda günəş aktivliyi aşağı səviyyədədir. Günəşdə bir neçə oblastda yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verib. Bir daha qeyd edirəm, dəyərli izləyicilər, xüsusilə xroniki xəstəliklər, ürək, qan damar xəstəliyi olan şəxslər, bax bu belə deyək, şəxslərin xüsusilə özünü qorumağı vacibdir.